Herkese salam. Bugün sizler bir komiteni necə işlətmək olduğunu öyrənəcəyik. Birincisi mən sizə komitenin saatını necə düzəltmək olur onu öyrədəcəm. Onun üçün də birincisi biz komitede olan ayarlar kısmına giririk və orada zaman və dil yerinə giririk. Burada tarif və bölgəsel biçim olan yerə giririk və ekran və saat olan bölgə ayarlara vurub tarif və saatı dəyişdir bölgəsinə basırıq. Burada bize tarih ve saat dəyişdir bölgəsi çıxır. Biz burada hansını istəsək, sanla seçirik və endir çoxalt düyməsini basa bilirik. Məsələn, dəqiqən saat dəyişmək saatı seçirik, dəqiqəni dəyişmək isə dəqiqəni seçirik. Bunları etdikdən sonra bizim saatımız dəyişəcək. Əgər biz bura Paint'in tez başlatmaz olardı. Buradan mesela bir şeye tez bastıqda tez açılır. Mesela buna bir dəfə vurduqda bir dəfə açılır. Amma əgər ki burada açsanız gec açılacaq. Biz Paint şərit çəkmək istəsək, onu yadda saxlaya bilirik. Mən sizə sizə addım göstərirəm. Paint. Burada mesela biz bir ev çəkirik. Tez bir çəkəcəm. Bunu tez çəkdikdən sonra ondan sonra dosya kısmına giririk və burada farklı kaydet düyməsinə basırıq. Burada biz məsələn harda kaydetmək istədiyimizi seçirik. Məsələn belgeler kaydetmək istəyən kaydet kısmı çıxır. Burada məsələn biz buraya yazaq ki öz kanalımızın adını maraqlanma. Burada biz məsələn hansı boyutda seçmək istədiyimizi seçirik və ən axırda kaydet düyməsinə basırıq. Məsələn alınmadısa biz burada biraz daha bu şəkildə düzəltməliyik. Başqa cür etmək üçün isə alınmadısa məsələn burada indi bizim yaratdığımız dosyaya burada çıxır maraqlanma. Biz buna baxmaq üçün burada yazaraq baxa bilərik. Maraqlanma yazdıqda bizim öz çəkdiyimiz şəkli burada olacaq. Məsələn biz burada silmək istəsək buna basa bilərik. Bu işimiz bu qədər idi. Sizdən çox təşəkkür edirəm ki 180 abunəyə qalmışıq. İlk gündən belə bu qədər abunəyə qalmağımız çox möhtəşəmdir. Bunun üçün hamınıza təşəkkür edirəm. Əgər ki bir sualınız olsa komite ilə ilgili buraya yaza bilərsiniz.